gördük sizləri hamınızı, hörmətli komissiya üzvləri, əməkli əməkdaşlar, seçkiyə gələn bizim qeyri-hökumət təşkilatları nizamlı olaraq hər kəs gəlib istədiyi namizədə qeyri-hökumət təşkilatına səsini verəcək. Vətəndaş cəmiyyətinin həm inkişafı üçün, həm vətəndaşlarımızın mənafeyini saxlamaq və onu müdafiə etmək üçün əlbəttə ki, biz ictimai şuralarda olmalıyıq. Çünki ictimai şuralar ictimai dinləmələr apararaq bütün məsələləri, bütün problemləri, istər qanunvericilik məsələlərində müzakirələr daha geniş gedir və daha gözəl qanunların həyata keçirilməsində də dəstək göstərir. Hesab edirəm ki, bugünkü seçki kifayət qədər şəffaf, göründüyü kimi açıq şəkildə keçiriləcəkdir və namizədlərə uğurlar arzu edirəm. Tədbirin təşkilində Ailə, Qadın, Uşaq Problemləri Komitəsinin bütün əməkdaşlarına öz təşəkkürümü bildirirəm.